Deməli, salam aleykum əziz qardaşlar. Müəyyən maşınlar var ki, özüm də təzədən təqdimat edirəm. Çünki videoları səhər-səhər başqa qrupdan götürüb atırıq. Deməli qardaşlar, bax K5-dir, 2021-dir. Yəni bildiyimiz GT-Line-da deyil, X-dir. Yəni X ən full versiyası. Yəni Distronic-ləndir. Birinci növbədə baxaq görək Distronic yerində. Görək yerindədir. Ha, yerində. Distronic yerindədir. Yəni bahalı şeydir. Yəni 115.000 mil yürüyüşü var. Maşın 16.500-dən çıxacaq. Təxminən 4.300 dollardan. Patpresində çat var. Yüngül baxa-baxda bufer falan bunlar abrabotka olunmalıdır. Yəni bir maşının demək olar ki, əziyi falanı yoxdur. Detallar, kantlar yerindədir. Hansısa detalını yoxlayarıq ki, məsəl lazım olsa ki, hansısa detalda plastika var ya yoxdur. Deməli, maşının içində də ximçiska falan olmalıdır. Amma maşın həqiqətən full komplektasiyadır. Maşın rul qızdıran, sizeni qızdıran və soyudan şunursuz zaryatka, yox şunursuz zaryatka. Hə, şunursuz zaryatka, start stop. Ən full versiyada panorama, lük, koza salon heç bir ayrı baxılmayıb. 2021 Carfax kodu bax burada. Boss aparatura, memory sizeni, yaddaş, masaj sizeni, xətt izləmə, zolaq tanıma. Yəni maşına normal bir dənə ximçiska, payrovka və göstərdiyim qabaqda buferi falan yerini tutmalı. Amma belə bir K5-dir. Kimə maraqlı? Çox güman ki, maşın yaşılla çıxmış olsun. Yaşılla çıxsa inanın ki, ucuz da almaq olar.